Hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər, müdavimlər. Mən Natavan Camalzadə, kurikulum üzrə təlimçi. Hər birinizi salamlayıram. Bugün paylaşdığımız növbəti bir sualın izahını verəcəm. İzaha başlamamışdan əvvəl onu qeyd edim ki, aprel ayının 15-i bizim tam sıfırdan sınaq qrupumuz açılacaq. Sınaq qrupumuzda çox əla suallar işləyəcəksiniz. Hansı suallar ki, siz o sualları heç bir yerdə görməmisiniz. Özümüzün tərtib etdiyimiz suallardır və bu suallar MİQ və sertifikasiya imtahan tipli sual modellərindən hazırlanır və ödəniş isə bir dəfədir. Yalnız bir dəfə ödəniş ödəməklə siz bizim sınaq qrupumuza qoşula bilərsiniz. Sınaq qrupuna qoşulmaq üçün ekranda gördüyünüz 050 837 0305 nömrəsinə yazaraq dərslərimiz haqqında, sınaqlar haqqında geniş məlumat əldə edə bilərsiniz. Bəli, yalnız bir dəfə ödəniş ödəyəcəksiniz. İndi isə baxaq suala. Sualda qeyd olunur ki, uyğunluğu müəyyən edin. Azərbaycanın bəzi hissələrində arid iqlimə malik ərazilər var. Tapşırıq. Bu quraq ərazidə kənd təsərrüfatının inkişafı üçün yeni və yaradıcı təkliflər hazırlayın. Taksonomiyanın tətbiq etmə mərhələsi və yazıb ki, doğrudur. Bizdən də uyğunluq soruşur. Yeni və yaradıcı təklif hazırlayırsam, mən nə isə yaradıram, bir təklif yaradıram. Bunu tətbiq etmə mərhələsi kimi götürə bilərik? Təbii ki, yox. Bu, yaratmaq mərhələsidir. Və bunun qarşısına doğru yazılıb, doğru deyil axı, bu yanlışdır. Ona görə biri götürmürük, bizdən uyğunluq istəyir. Müəllim şagirdlərə 19-cu əsrin 40-cı illərində keçirilən islahatlar haqqında məlumat verir. Müəllim soruşur, Xəzər quberniyasının yerində hansı quberniyanın yaradıldığını sadalayın. Nə isə sadalayırsansa, deyirsənsə, deməli sən bunu xatırlayırsan. Burada yazılıb anlamaq yanlış. Həqiqətən də bu xatırlamaq mərhələsidir. Bu anlamaq mərhələsi deyil. Yanlışdır, yanlışa da yanlış yazılıb. Uyğunluqdur. Biri 2-dir, götürürük. Müəllim texnologiya dərsində ev heyvanları və quşlar üçün yem tədarükü mövzusunu keçərkən şagirdlərə belə bir sual verir. Ev quşlarına verilən silosun keyfiyyətinin nədən asılı olduğunu izah edin. Silosun nədən asılı olduğunu izah edirsə, deməli bu bunu başa düşüb ki, izah edir. Anlayıb ki, izah edir. Anlamaq mərhələsidir, amma yanlış yazılıb, doğru olduğu halda yanlış yazılıb. Biz bunu götürmürük, çünki uyğun deyil, uyğunluq pozulubdur. Müəllim fiziki tərbiyə dərsində hərəkətin reaksiya tezliyinin inkişaf etdirilməsi mövzusunu keçərkən, əgər hər iki idmançı eyni vaxtda finiş xəttini keçərsə, hakim birini qalib seçmək məcburiyyətində qalır. Bu qərar doğrudur. Fikirlərinizi əsaslandırın. Dəyərləndirmək mərhələsi doğru. Həqiqətən də artıq insan öz fikrini bildirir, öz münasibətini bildirirsə, bu tənqidi təfəkkür və taksonomiyanın dəyərləndirmək mərhələsidir. Ona görə ki, yəni fikrini dəyərləndirir ki, hakimin bu hərəkəti doğrudurmu, yoxsa doğru deyil. 4 də doğrudur, götürürük. Uyğunluq təmin olunubdur. 5-ciyə baxırıq. Kür və Araz çaylarına tökülən çayları xəritədə göstərin. Bunu çox müəllim doğru yazıb ki, bu xatırlamaq mərhələsidir. Baxın müəllimlər, desək ki, Kür çayını xəritədə göstər xatırlamaqdır. Araz çayını xəritədə göstər xatırlamaqdır. Bakını xəritədə göstər xatırlamaqdır. Amma Kür və Araz çayına tökülən çaylar, sən öyrəndiyini tətbiq edirsən. O çaylar bilmirəm də hansılardır. Xəritəyə baxıram, bildiklərimi orada tətbiq edirəm ki, hə, bu çay Kürə tökülür, hə, bu çay Araza tökülür. Bu xatırlamaq mərhələsi deyil. Çox müəllim bunu xatırlamaqdır. Amma mən öyrəndiyimi tətbiq edirəm. Bilmirəm. Bax, mən bilmirəm ki, misal üçün, Kür çayına hansı çaylar tökülür. Xəritəyə baxıram, deyirəm, hə, bu çay mənbəyidir, buradan başlayır. Deməli, bu buradan Kürə tökülür, bu da buradan Araza tökülür. Yəni, bu nə olur? Tətbiq etmə mərhələsi. 5 yanlışdır, 5-i götürmürük. Şagirdlər kənd təsərrüfatında kimyəvi dərmanlardan istifadənin artmasını müşahidə edir. Müəllim soruşur, sizcə bu vəziyyət insanlara təsiri nə ola bilər? Fikirlərinizi əsaslandırın. Yenə fikirlərini, öz fikrini əsaslandırırsa, dəyərləndirmək mərhələsi və doğrudur. Sualın doğru cavabı 2, 4, 6 C bəndi. Onu da qeyd edim ki, siz bizim YouTube kanalımıza abunə olaraq paylaşılan yeni suallardan, yeni izahlardan xəbərdar ola bilərsiniz. Sağ olun müəllimlər, hər birinizə xoş dinləmələr.